Dostlar, hər vaxtınız xeyirli olsun. Mən sizə buraxılış və blok imtahanlarında ixtisas seçimi ilə bağlı nələr lazımdırsa onu deyirəm. Birincisi, sizin balınız lazımdır. Çünki siz blok və buraxılışdan toplayacağınız balın cəmi çox önəmlidir. İstər birinci qrup, istər ikinci qrup, istər üçüncü qrup, istər dördüncü qrup, istər beşinci qrup. Fərqi yox. İstər ki, qruplarda birinci blok, ikinci blok. Ən yüksək hansısa təbii ki, onu götürülür. Buraxılış və blokun cəmi birinci, ikinci, üçüncü, dördüncü qruplarda var. Buraxılışda sadəcə buraxılışın 5-ci qruplarda sadəcə buraxılış balı önəmlidir. Bunlar alındı. Birinci bu. İkinci, keçən il sənin gedəcəyin ixtisas. Konkret gedəcəyin ixtisasları müəyyənləşdirməlisən və bilməyə baxmalısan ki, keçən il sənin gedəcəyin ixtisaslarda hansı bal aralığında qəbul olub. Yəni 200-dən 300 arasındadır, 300-dən 400 arasındadır. 2. Baxacaqsan ki, sənin topladığın bu ilki bal keçən ilki balınla müqayisədə necədir? Sən yüksək mi bal toplamısan, yoxsa topladığın bal keçən ilkindən aşağıdırmı? Dördüncü məsələ, bu il veriləcək plan yerləri. Baxacaqsan ki, bu il verilən plan yerləri keçən il verilən plan yerlərindən azdırmı, çoxdurmu? Əgər bu ilki plan yerləri sənin gedəcəyin qrupda, seçəcəyin qrupda və yaxud da seçmək istədiyin ixtisasda plan yerlərin keçənkinə nisbətən çoxdursa, demək ki, sənin balın düşmə ehtimalı var. Amma burada bir dənə nüansa diqqət etmək lazımdır. Ümumi həm imtahanda, həm sənin gedəcəyin qrupda iştirak edənlərin sayı və həmin sənin qrupunda səninlə eyni balda toplayan insanların sayı. Bu da çox önəmlidir. Çünki ümumi çox uşaq girə bilər, amma məsələn 10.000 nəfər girər, amma 10.000-in 5.000-ni 50 bal toplamaz. Onlar kəsilər, yerdə 5.000 nəfər müsabiqəyə buraxıla bilər. Yəni ümumi girmək önəmli deyil. Ümumi say çox da önəmli deyil. Ən önəmli olan sənlə eyni aralıqda neçə nəfər bal toplamasıdır. Plus ən önəmli olan bu ilki plan yerinin keçən ilki plan yeri ilə nə qədər fərqi və yaxud da eyni olmasıdır. Və yaxud da üçüncüsü, yenə də deyirəm, keçən il sənin topladığın, getmək istədiyin balın keçid balı nə qədərdir? Sənin bu il topladığın bal nə qədərdir? Bax, bunların müqayisəsini apardıqdan sonra sən dəqiq analiz verə bilərsən ki, sən ali məktəbə qəbulun neçə faizdir? Ona görə əziz dostlar, ali məktəbə qəbul olmaq üçün, ixtisas seçimi üçün tələsməyin. Çünki sizin hələ sadəcə buraxılış balınız var. Sizin blok balınız yoxdur 1, statistikanız olmalıdır əlinizdə 2, plan yerləri çıxmalıdır 3. Plan yerləri çıxdıqdan sonra keçənki plan yerlə bu iki plan yerlərin müqayisəsi olmalıdır 4. Sənin topladığın balla statistika çıxmalıdır ki, neçə nəfər səninlə eyni balı toplayıb və sən keçənki statistika ilə bu iki statistikanı müəyyənləşdirməlisən, tutuşturmalısan ki, keçən il səninlə eyni balda neçə nəfər toplamışdı, bu il neçə nəfər toplayıb və sənin topladığın balla keçən ilki getmək istədiyin ixtisasların qəbullarına baxacaqsan ki, sənin topladığın bal keçənki ixtisasların qəbullarından çoxdurmu, azdırmı? Və burada ən önəmli məsələ nədir? Analiz məsələsi önəmlidir. Əziz dostlar, ixtisas seçimində əgər kimsə ən çox sizi eləyəcəkləri insanların aldadıldığı yer haradır? İxtisas seçimində ixtisas seçənlərin əksəriyyəti ixtisası seçərkən 50 bal aşağı, 50 bal yuxarı, bəziləri heç 50 bal yuxarını eləmirlər. 300 bal toplamısınızsa sizə 200 balı, 250 ballıq yerləri yazırlar ki, siz daha rahat girə biləsiniz deyə. Ona görə də, əziz dostlar, əgər sənin potensialın 300 ballıqdırsa, sən analiz edib 320 ballıq yerlərə qəbul ola bilərsən. Sən 250 bal toplamısansa, sən 280 ballıq yerlərə doğru analiz edəsən, qəbul ola bilərsən. Amma sən 400 bal toplayarsan, sən gedib 200 ballıq yerlərdə oxuyarsan. Və bu da sənin 1 illik, 3 illik, 5 illik əziyyətinə nə olacaq? Hədər olacaq, hayf olacaq. Ona görə əziz dostlar, ixtisas seçiminə diqqətli, məsuliyyətli və analiz eləyərək getmək lazımdır və doğru istiqamətdə getmək lazımdır. Doğru istiqamətləndirən insanların yanına gedin, analiz eləyən insanların yanına gedin. Və unutmayın ki, analiz çox önəmlidir. Analiz eləyə bilməyən hər hansı bir ixtisas seçimi edən şəxs sizin 1 illik, 5 illik, 3 illik əziyyətinizi hədər eləyə bilər və sizin sevmədiyiniz, gələcəkdə arzulamadığınız və universitetə qəbul ola bilərsiniz. Amma qəbul olduqdan sonra
can dərdi oxuyacağınız və kaş ki girməsəydim deyəcəyiniz bir ixtisasa qəbul olmaq istəmirsinizsə, doğru analiz eləyin, doğru ixtisas seçimində iştirak eləyin və doğru insanlara və mütəxəssislərə müraciət eləyin ki, gələcəyinizi düzgün şəkildə qura biləsiniz. Hər birinizə uğurlar.